Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, istədim indi bugün bu toyuqlarımı çəkəm sizinlə paylaşam. Deməli, burada sultanlarımdır, xoruzu, fərəsi və yerli, belə deyərdim, toyuqlardır. Ondan sonra nə bilim, lütboğazlardır, həştərxanlardır orada. Belə istədim çəkəm, paylaşam və bir məlumat verəm. Deməli, əziz izləyicilər, sizdə əgər toyuqlar varsa, yəni onlara iynə vurulmuyubsa, belə deyək də, bax, toyuqlar bir də görürsünüz ki, xəstələnib, ölürlər. Yəni, əziz izləyicilər, bax, indi vaxtıdır. Yəni, yaz başı və payızı, düzdür, mən 3 aydan bir vurdururam. Ancaq sizdə əgər toyuqlar varsa, onlar kütləvi şəkildə, bax, iyuldan avqust ayında xəstəlik olur. Elə xəstəlik ki, cumanın bir növüdür. Yəni, bütün toyuğa düşdü, qırır. Əgər siz onlara iynə vurmuyubsuzsa, bunu deyim, məsəl üçün, cücə alıbsınız qış ayında, ya keçən il alıbsınız indi, belə deyək də, martda, apreldə və onlara heç iynə vurmuyubsuz, düzdür. Onlar gəlib indi o xəstəlikdən ötüşə bilərlər. Keçən ilin, misal üçün, 6-7 ayları olanda, iyula, avqusta düşəndə ötüşüb keçə bilərlər. Ancaq onların həyatı, belə deyərdim, bugün risk altındadır. Nəyə görə risk altındadır? Çünki bu iyuldan avqust ayında balaca fərələrə, yəni misal üçün, siz əgər mart ayında alıbsınızsa cücələr yenə, fevralda, martda, gələcək onlara ola bilər ki, bu iyulda, avqustda xəstəlik düşə bilər. Və onlara da xəstəlik düşdü. Böyük toyuqlara, belə yəni yumurtlayan toyuqlara siz iynə vurmuyursa, onlar da onlara yoluxa bilər. Ona görə, bax, indi vaxtıdır. Heç, belə deyək də, siz cücə almıyorsunuz, bir 20-30 dənə toyuğunuz var, onlara da heç iynə ümumiyyətlə vurdurmuşsunuz, H vaksini, o cumaya qarşı. Gəlib onlar, misal qonşuda zətdə toyuq varsa, xəstəlik gəzəndə düşüb və belə deyərdim, toyuqları qıra bilər. Yəni, bilirsiniz o necə xəstəlikdir bu iyulda, avqustda olan. Deməli, əzizlərim, misal üçün, sizdə bir 30-40 dənə toyuq varsa, onun düzdür, hamısını belə deyək də, qırmasa da, immuniteti güclü olanlara təsir etməsə də, ancaq, belə deyim, 20-25-ni belə qıra bilər. 5-i 10-u qala bilər. O cumada bilirsiniz ki, düşdü, bütün kökünü kəsir. Ancaq bu cumanın bir növüdür, o da elə ona oxşuyur, o da müalicəsi elə də olmur. Onlar o xəstəlik, belə deyək, düşəndə də yəni çoxunu qırır. Ona görə iynə vurdurmaq lazımdır. Bu H vaksini ümumiyyətlə 3 aydan bir vurmasaz da ən azı ildə 2 dəfə. Bir bax, indi apreldədir, yazbaşı havaların isinib, yəni sərin olan vaxtı, istiyə doğru gedən vaxtı. Bir də əziz izləyicilər, sentyabr-oktyabr ayında onu belə deyərdim, vurdura bilərsiniz. Heç olmasa ən azı 2, mən ümumiyyətlə toyuqlara, hündüşqalara, ondan sonra həştərxanlarına 2 aydan bir, belə deyim, daha doğrusu 3 aydan bir vururam. Sizə də məsləhətim odur ki, əgər 3 aydan bir vaxt yoxdur, imkan yoxdur, yəni nə barədə imkan, hamısını bir-bir tutub vurmaq zat, onda belə vurun. 3 aydan, 6 aydan bir yaz başı, bir sentyabrda, payız başı vurun. Çünki o mütləqdir. Elə vurulan toyuqlarınız, inandırım sizə, heçası xəstələnməyəcək. İndi kimin də cücəsi varsa, misal üçün fevralda, martda çıxıbdırsa, gəlib, məsələn, 2 ay tamam olacaq, mayın axırı, iyunun 15-i, 20-si, 2 ay tamam olan kimi tez çalışın, onlara o H vaksinini vurun. Yoxsa iyulda, avqustda onlar xəstəliyə yoluxacaqdır və bütün hamısı qırılacaqdır. Çünki cumanın bir növü olan bir xəstəlikdir o və bütün toyuğu, iynə vurulmamış toyuğu, cücəni, beçələri, fərələri qırır. Ona görə məsləhətim odur ki, yəni ən azı mayın axırına kimi vurun onu.
böyük toyuqlarınıza da, ondan sonra belə deyim, cücələrinizə də əgər varsa, həmçinin hündüşkəyə zadı. Düzdür, hündüşkə o istiyə də mən də yəni saxlamışam, deyə bilmərəm ki, yox vurmayın. Misal üçün toyuqların hamısı qırılıb, ancaq belə deyim, hündüşkalılar heç də olmayıbdı. İndi bilməm, istiyə hündüşka istiyini sevəndir, istiyə dözür filan beşməkan, yəni heç də olmayıbdı. Ancaq yəni məsləhət də eləyəmərəm. Yəni iynədir də, o 1 manata 100 qramdır, olur 100 toyuqluqdur. 1 manatdır, 2 manatdır nədir? Yəni 1-2 manata görə kütləvi şəkildə hündüşkanın toyuğu qıra bilərsiniz. Yəni hündüşkəyə o 2 qramdan vurulur, böyük ana, ata hündüşkalılar, balaca hündüşkalılar, 2 aylıq, 3 aylıq hündüşkalılar, balaca 2 aylığına yarım qramdan mən vururam, biraz 4 aylıq, 5 aylıq olana 1 qramdan. Toyuqlara isə böyük toyuqlara 1 qramdan vururam, balacalılar isə, yəni 2 ay keçmiş cücəllər isə yarım qramdan vururam və heç bir xəstəlik də belə deyərdim olmur. Ona görə sizə də məsləhətim odur ki, vurasınız o H vaksinini. Belə, əgər balaca, onu da deyim ki, yəni kanalımda bu haqda danışmışam, ətraflı gələn videolarımda danışacağam, o iynəni necə vurulur. Əgər balaca cücələriniz də varsa, belə deyək də, o H vaksinini şey eləyirsiniz, deməli, H vaksini vurmamışdan əvvəl 2 ay tamam oldu cücələrinizin, toyuqlarınızın da fərələrinizin, belə deyək də, beçələrin. 2 ay tamam oldu, oksitetraskilin iynələri var, 5%lik, onun 10-15%lik də var, ancaq ondan şeyləmişsiniz, çünki o böyük buynuzlu heyvanlar üçündür, qoyun, quzu, mal, qara üçün. Toyuq üçün 5%likdir. O 5%liyindən alırsınız, yarım qramdan bütün cücələrə 3 gün dalbadal döş qəfəsinə vurursunuz. Bir gün sağa, bir gün sola, bir gün yenə sağa. 3 gün vurdunuz və 10 gün, 15 gün gözləyirsiniz ki, heç bir belə ölüm zat yoxdur ki, çünki belə deyək, toyuqda zatda, daha doğrusu cücədə xəstəlik olanda bu H vaksini virus daşıyıcıdır. Onu da vursaz təbii ki, toyuqlarınız belə deyək də qırıla bilər. Ona görə cücələriniz, ona görə o H vaksini, daha doğrusu oksitetraskilin iynəsini vurursunuz ki, baxırsınız. Əgər xəstəlik yoxdursa, yəni heç bir problem yoxdursa, ondan sonra 10-15 gün keçən, 3 gün onu vurursunuz və 10-15 gün gözləyirsiniz. 10-15 gün keçəndən sonra da başlayırsınız H vaksinini belə deyəm, rahat şəkildə vurmağa ki, heç bir xəstəliyi yoxdur. Yəni bax belə. İstədim bugün də bu haqda video çəkəm, paylaşam. İndi deməli bunlara biraz ot yığıb vermişəm. Ot yeyirlər. İndi sultanlar zat hələ ki bir yerdədir. İndi ayıracağam. Lal ördəkləri zadı yer hazırlayıram. Biraz da nə bilim parpamoy var. İndi bunu qoy yesinlər. Biraz axşam yemləridir. Onu yeyəndən sonra isə arxasınca buğda verəcəyəm. Axşam yaxşı buğda belə deyərdim. O sinirməyə zada, yəni yeyirlər və gec sinirirlər deyə yumurtamaq zatı yaxşı olur. Belə. Belə əziz izləyicilər, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videomuza like qoyun. Çünki biri-birindən gözəl, faydalı videolar gəlir. Sağ olun əziz izləyicilər, salamat qalın.